Salam, hər vaxtınız xeyir. Müəllimlər Birliyi Tədris Mərkəzindən informatika müəllimi Əliyeva Şəbnəm. Bugün sizinlə belə bir sualın izahına baxaq. Sənədin hər səhifəsində 32 sətr və hər sətrində orta hesabla 256 simvol var. Unicode sistemində kodlaşdırılmış mətn 1024 səhifədən ibarətdir. Bu mətnin informasiya həcmi neçə kilobayt olar? Əvvəlcə onu qeyd edeyim ki, uşaqlar, Unicode kodlaşdırılma sistemində bir simvolun həcmi yaddaşda 2 bayt yer tutur. Bir simvol bərabərdir 2 bayt. Və bu tip məsələləri həll etmək üçün B bərabərdir sətr, səhifə, vurulsun simvol, vurulsun bir simvolun həcmi düsturundan istifadə olunur. Və verilmiş məlumatları düsturda yerinə qoyub hesablayaq. 32 sətrimiz, 256 simvolumuz və 1024 səhifəmizdən ibarətdir mətn. Bir simvolun həcmi isə Unicode kodlaşdırma sistemində kodlaşdırıldığına görə 2 bayta vuracaq. Çünki Unicode kodlaşdırma sistemində bir simvolun həcmi yaddaşda 2 bayt yer tutur. Və bu tip formada biz məsələmizi həll etsək, cavabı baytla alacaq. Bizdən isə nəticəni kilobaytla istəyir. Və baytdan kilobayta keçmək üçün, yəni kiçik ölçü baytla böyük ölçü baytına keçmək üçün biz bölmə əməlindən istifadə edəcəyik. Və kiçik ölçü baytla böyük ölçü baytına keçəndə bölürük, böyük ölçü baytla kiçik ölçü baytına keçəndə isə vururuq. Və baytdan kilobayta keçəndə kilobaytla bayt arasındakı məsafə 2/10-a, yəni 1024-ə bərabərdir. Biz də bunu 1024-ə böləcəyik və ixtisarımızı aparsaq, qalacaq 2/5, 32 2-nin 5-ci dərəcədən qüvvətidir, 256 2-nin 8-ci dərəcədən qüvvəti və burada 2-yə vuracaq. Və riyaziyyatdan da bizim məlumdur ki, əsaslar eyni olanda vurma əməlində üstlər toplanır. Nəticə olacaq 2/14 kilobayt. Cavabımız olacaq A bəndi. Müəllimlər Birliyi Tədris Mərkəzinin YouTube kanalına abunə olmağı və bizi izləməyi unutmayın. Bugünlük bu qədər.